O Tural Sadıqlının özü. Fikir verdiniz də. Çıxır efirdən danışır. Deyir, Əli Kərimlə bağlı bir efir paylaşır. Bir 50 dəqiqə, 60 dəqiqəlik belə videodur. Onu izlədim bayaqlarım. Deyir, Əli Kərimli içərdən həbsdən azad olsun və əgər partiyanı buraxmağı tələb edirlərsə İlham Əliyev rejimi buraxsın. Onsuz Azərbaycanda müxalifət olmaq çətindir, müxalif olmaq çətindir, birləşmək mümkün deyil, öldürürlər, asırlar, kəsirlər, həbs edirlər, bunu Tural Sadıqlı deyir. Və dalınca da deyir ki, mühazirətdə birləşək, yəni xaricdə. Adama deyirlər, ay Tural Sadıqlı, sən 3-4 gün bundan qabaq çıxıb demədin ki, orada səs yazıcıları paylaşdın ki, gəlirlər məni öldürməyə. Mən başa düşürmürəm mən. Sən həm bunu paylaşıb cəmaatda qorxu yaradırsan, həm də deyirsən ki, burada birləşək. Nətər birləşək, qardaş? Ay Tural Sadıqlı. Və yaxud da o birisilər olsun, Qabili, Orxanı, Əfqan Muxtarlısı, Qənimət Zahidi durmadan paylaşırlar, fikir verirsiniz. Gəlirlər, bizi öldürəcəklər. Qiymətinə qədər deyirlər, deyir, filan kəsin başına 2 milyon qoyurlar, adla. Qabilin başına 1 milyon, nə bilim, Qənimətin başına 3 milyon, filan kəsin başına 2 milyon. Elə bir ki, bunlar o işin içərisində deyil, bir yerdə görürlər o işi. Fikir vermişsiniz? Bunlar belə məlumatlı adamlardırlarsa, belə dərin yerlərdən zaddan məlumat gəlirsə, o zaman Vidadi İskəndərini niyə öldürdülər? Elə onu öldürülməmişdən qabaq hansı kirlər gəlirdi? Neçə milyon başına qoyacaqdılar? Nə qədər pul qoymuşdular? Niyə paylaşmadınız bəs? Hə? Əfqan Muxtarlı, Qənimət Zahid, Qabil Məmmədov, Orxanı, o birisi Turalı hamız. Və niyə demirdiniz? Əgər belə məlumatlı adamlarsınızsa. Və yaxud da olsun Məhəmməd Mirzəlinin bıçaqlanması. Bıçaqlanmamışdan öncə nədən siz paylaşım eləmirdiniz ki, Məhəmməd Mirzəlini gəlirlər 3 milyon veriblər, 5 milyon veriblər, puluna kimi, qiymətinə kimi deyərdiniz. Çünki bu işləri yaxşı bilirsiniz də siz. Sən Qənimət Zahid, Əfqan Muxtarlı, Qabili, Orxanı, Turalı, siz yaxşı bilirsiniz bunu. Və nə yaxşı demədiniz ki, gəlirlər Mirzəlini bıçaqlamağa, ay Mirzəli tədbir gör, filan tarixdə gələcəklər. 2 milyonda pul ayırıblar. Bu deyəydiniz də bəs. Və yaxud da Manafın döyülməsində, Orxanın döyülməsində, mənim özümə burada hücum oldu 2018-ci ildə. Bu xəbər verəydiniz də, bizim xəbərimiz olaydı da. Və siz xəbərdar adamlarsınız, siz. Məlumatlı adamlarsınız. Qiymətinə qədər bilirsiniz, qiymətinə qədər. Görün, nə qədər dərin yerdən məlumat alırlarsa, bu Qənimət Zahid, bu Əfqan Muxtarlı, bu Qabili, bu Orxanı, bu Turalı, görün, bunlar nə qədər dərin yerdən məlumat alırlarsa, nə qədər güclü məlumatlı adamlardılarsa bunlar, qiymətinə qədər bilirlər. Filan kəsin başına 1 milyon, filan kəsin başına 3 milyon, biabırçılıqdır, biabırçılıq. İllərlə də bunu təbliğatına aparırlar, illərləndir. Sən bunun təbliğatına aparırsan, ay özünə bloger deyən, siyasətçi deyən, jurnalist deyən, neçə illərdir bu adını çəkdiyim adamlar bunun durmadan təbliğatına aparırlar. Gəlirlər, öldürməyə gəlirlər. Sonra da deyirsən ki, ay Əli Kərimli, partiyanın başını burax əgər istəyirlərsə. Onsuz Azərbaycanda müxalifət yoxdur, ola da bilməz. Döyürlər, öldürürlər, həbs edirlər. Burada da döyürlər, öldürürlər, həbs edirlər. Nə fərqi var ki? İnsanları mübarizəyə bu fasonda çağırmaq olmaz. Heç kəs gəlməz beləliklə. Heç kəs. Sən buradan mənə deyirsən, məni öldürəcəklər, gəlirlər. Qiymətinə qədər deyirsən. Hətta killərin səs yazısını belə ki, təsəvvür edirsiniz. Oyuna bir baxın, səs yazını qoyub ortaya ki, məni öldürəcəklər, baxın səs yazısı gəlibdir. Və ki, killer el olmur, Killer pulunu alır, heç kəsə səs yazıda görünər bilir. Başa düşdünüz? Deyir, adresi vermənə, pulunu da vermənə, psiyodun qırağa. Gedir öz işini görür, qutardı. Səs yazısı nədir, zad nədir? Başa düşürsünüz məni? Siz bu cəmaatı niyə hələ salırsınız ki? Yəni, niyə bu cəmaatı belə heyvan yerinə qoyursunuz ki? Nə gərək var ki buna? Ay, Tural Sadıqlısı, Qabili, xüsusən də o Əfqanı, nə bilim, o birisi Qəniməti, nədir ki bu? Nə oynardı belə? Durmadan bu hofu niyə yaradırsınız ki? Cəmaata nə demək istəyirsiniz? Yəni, öldürülməksə, bəli, mən demirəm ki, bizi öldürə bilməzlər. Bizi öldürə də bilərlər, döyə də bilərlər, bıçaqlaya da bilərlər, həbs elə də bilər, hər şey ola bilər.
Bunu hamı bilir, siz də bilirsiniz, mən də hamımız. Amma bunun durmadan təbliğatını aparmaqla cəmaata nə demək istəyirsiniz? Millət neynəsin? Hə? Millət neynəsin, qardaş? Sonra da deyirsiniz ki, mühacirətdə birlik. Hə, qardaş, sən özün bölücülüklə məşğulsan. Sən insanlara motivasiya verməyə əvəzinə, ay bloger, ay siyasətçi, ay jurnalist, ay bədbaxtlar. Siz insanlara motivasiya verməyə əvəzinə, insanların o beynində, təfəkküründə olan o beynində, düşüncələrindəki qorxu ofunun mifini dağıtmaq əvəzinə, sən cəmaata deyəcəksin ki, gəlirlər məni öldürməyə. Belə kim gələcək ki, nətər olacaq bu? Yəni sən bir insanın psixoloji olaraq qorxur da bu insandır. Allah verib bu hissi ona. Sən bu qorxunu onun əlindən almalısan. Yoxsa səs yazısı paylaşmaqla, nə bilim, şəkil paylaşmaqla ki, gəlirlər məni öldürməyə. Gəlirlər, get şikayət elə də, qardaş. Polis var, dövlət var, məhkəmə var. Get şikayət elə də. Şikayət elə, o tədbir görsünlər. Gündəmə gətirib o adamları niyə qasırdırsan? Demirsən səni gəlirlər öldürməyə. Get şikayət elə, şikayətlən. Heç efirə də çıxartma. Gündəmə gətirmə. Qoyurlar elə başa düşdün ki, sənin xəbərin yoxdur. Gəlsinlər səni öldürməyə, əgər sən dediyin kimi çay turasalıqlar. Ayəfqan muhtarlar, digərləri. Bu gəlsinlər də niyə yayırsınız ki? Bu gəlsinlər, siz şikayət edin. Qanunu. Qoy bundan bağlı tədbir görsünlər. Alman dövləti, Fransa dövləti tədbir görsünlər. Həmən adamlar gəlsin, düşsün tora. İzləsinlər. Bunu eləyin də. Siz bunu gündəmə gətirməklə, yəni o adamlar gələcək mi səni öldürməyə? Yığışdırın da bu şeylərinizi. Nə gerək var axı? Nə qədər davam edəcək bu oyunlar? Adam iyrənir, dostlar. Adam iyrənir. Yəni bu nədir belə? Bu adamlar niyə belə eləyir? Belə müxalifətçilik olmaz axı, qardaşım. Belə insanlar birliyə gəlməz axı. Mühacirətdə birliyi axtarırlar. Necə axtarsın sən? Nətər axtarsan? Sən özün, Aytula Sarıqlı, dəstək verdiyin adamların bir çoxu şər danışan, yalan danışan, fırıldaq danışan, oturum almaq üçün saxta sənət satanlar. Sən bu adamları müdafiə edirsən, Tural Sadıqlı. Sən hansı birlikdən danışırsan? Biabırçılıqdır sadəcə, qardaşlar. Biabırçılıqdır.